Salam əziz şagirdlər, mən EMAŞM Tədris Mərkəzinin riyaziyyat müəllimi Sevil Məmmədova. Bu gün sizlərdən EMAŞM Tədris Mərkəzi tərəfindən təşkil olunmuş 7-ci sinif sınaq izahına baxarıq. Birinci sualda bizə deyir ki, x çıx y 5, x = y mənfi 3 olarsa, x kvadrat çıx y kvadrat ifadəsinin qiymətini tapın. Kvadratlar fərqi düsturuna görə müxtəsər vurma düsturunda bu düsturu bu cür açırıq və x çıx y-in yerində 5, x = y-in yerində isə mənfi 3 olduğuna görə cavabımız mənfi 15-ə bərabərdir. Doğru cavab C variantı olacaq. İkinci suala baxırıq. mx çıxılsın 3 bərabərdir 5x tənliyinin həlli yoxdursa, m-in qiymətini tapın. X-ları bir tərəfə gətiririk. Mənfi 3-ü sağa atırıq, müsbət 3. X-i mötərizə xaricə atdığımız zaman m çıxılsın 5 bərabərdir 3. Həlli yoxdursa, bu zaman demişdik ki, x-in əmsalı 0-a bərabər olmalıdır. Mənfi 5 atırıq sağa olur, müsbət 5 və m bərabərdir 5-ə. Doğru cavab D variantı. Üçüncü sual. Uyğun tərəfləri paralel olan bucaqlardan biri digərinin 80%-ni təşkil edir. Biri x-dırsa, digəri x vurulsun 80 bölünsün 100 olduğuna görə 0,8x qeyd edirik və uyğun tərəfləri paralel olan bucaqların ya bir-birinə bərabərdir, ya da onların cəmi 180 dərəcəyə bərabərdir qaydasını bilirdik. Bu da fərqli olduğu üçün cəmi 180 dərəcəyə bərabər olacaq. Bu 1,8x bərabərdir 180. Hər tərəfə 10-a vursaq, 18x bərabərdir 1800-ə. 1800-də 18-ə böldüyümüz zaman 100-ə bərabərdir. Doğru cavab B variantı olacaq. Y bərabərdir mənfi 4x funksiyasının qrafiki hansı rüblərdən keçir? Bir dəfə x-a 0 deyəcəyik. Y bərabərdir mənfi 4-ü 0-a vuranda 0, üstəgəl 5, 5, gəlir düşür burada 5 nöqtəsi bura. Bir dəfə də y-a 0 deyəcəyik. Mənfi 4x üstəgəl 5 bərabərdir 0, mənfi 4x bərabərdir mənfi 5, x də bərabərdir 5-i 4-ə bölürəm. Bu da gəlir buralara düşür. 4-də 5, yəni 1,4-də 1. Bunları birləşdirsək bu nöqtələri gördüyünüz kimi birinci, ikinci və dördüncü rüblərdən keçir. Doğru cavab D variantı. Sərbəst həddi deyir tap. Sərbəst həddi tapmaq üçün x-ların yerinə 0 qoymağımız kifayətdir. Gətirik burada 3-ü vururuq 0-a, çıxılsın 5-i vururuq 0-a, üstə gəlsin 8, vurulsun 0, üstə gəlsin 7-ni 0-a və çıxırıq 2-ni. Burada alınır 8 vurulsun mənfi 2, yəni mənfi 16. Doğru cavab D variantı. Ədədi ortanı deyir tap. Ədədi ortanı tapmaq üçün ədədləri cəmləyib onların sayına bölmək lazımdır. Eləyir neçə? 24 bölünsün 4, cavab 6. 440 ədədini 2, 3, 5 nisbətində böldülər. Ən kiçik ədədi deyir tapın. Bunun üçün 2K, 3K və 5K-nı cəmləyib 440-a bərabər edirik. 10K bərabərdir 440. K da bərabər 440-ı 10-a böldüyümüz zaman 44-ə. Ən kiçik ədədi tap deyirsə, K-nın yerinə 44 qoyuruq. Doğru cavab 88. B variantı. 2 ədədinin cəmi 12, fərqi 8 olarsa, bu ədədlərdən kiçiyini tapın. X üstəgəlsin y 12, x çıxılsın y isə 8 olarsa, bunların deyir kiçiyini tapın. Tərəf-tərəfə toplayıram. 2x bərabərdir 20. Bunlar islah olunur, çünki biri mənfi, biri müsbətdir. 20-ni də 2-yə böləndə 10. Gətirib onu ya burada yerinə qoya bilərsiniz, ya burada. Fərq yoxdur. Gəlin birincidə yerinə qoyaq. X-in yerinə 10, 10 üstəgəlsin y bərabərdir 12. Y də bərabərdir 12-dən 10-u çıxdığımız zaman 2-yə bərabərdir. Doğru cavab C variantı olacaq. Sonra baxaq 9-cu sualı. 9-cu sualda uşaqlar burada 6 yox, 7 olmalıdır. Və 3x üstəgəlsin 2y bərabərdir 14. Deməli, nə edirik? Hər tərəfi 2-yə vururam birinci tənlikdə. 2-ni 2-yə vururam 4x, 2-ni y-a vururam 2y, 7-ni 2-yə vururam 14. 3x üstəgəlsin 2y bərabərdir 14. Tərəf-tərəfə toplayıram. Mənfi 2y-dən müsbət 2y islah olunur. 14 ilə 14, 28. 28 də 7-yə böləndə 4 eləyir. 2 vurulsun 4, çıxılsın y bərabərdir 6. Y də bərabərdir 8. Yox, daha doğrusu 7-dir burada. 8-dən də 7-ni çıxaram, y 1 olar. X, y hasilini istəyir, 4 vurulsun 1. Burada yanlışlıq oldu testin üzərində. Cavab 4 olacaq. 10-cu suala baxıram. A bizdə 2K-dır.
B isə 3K-dır. Əkov A-nın yerinə 2K qoyuruq. B-nin yerinə isə 3K qoyuruq. Bərabərdir 12-yə. K-nı mötərizə xaricdən çıxardırıq. 2, 3 bərabərdir 12. 2 ilə 3 qarşılıqlı sadə. Qarşılıqlı sadə ədədlərin onların əkov hasilinə bərabər olduğu üçün 6K 12-dir. K da 2-yə bərabərdir. Bizdən AB hasilini istəyir. 2-ni 2-yə vururuq. 4. 3-ü 2-yə vururuq. 6. AB hasili 4 vurulsun 6 bərabərdir 24. Doğru cavab A variantı. Aşağıdakılardan deyir hansı bir hədli deyil. Biz demişdik ki, bir hədli olmaması üçün qüvvət üstlərində mənfi olmalıdır. Mənfi olan da D variantıdır. Yəni biz bir hədlinin şərtini necə demişdik? Ədəd, dəyişən və onların natural üslü qüvvətləri. Yəni qüvvət üstləri natural ədəd olmalıdır. Yəni burada gördüyümüz kimi D variantında natural deyil, tam ədəddir, mənfi ədəddir. Ona görə olmaz. 12-ci sual. 12-ci sualda 65 üstəgəlsin 2m çıxılsın 25 çıxılsın 2m. 65-dən əvvəlcə 25 çıxıram, eləyir 40. 2m çıxılsın 2m. 2-nin mötərizə xaricinə atıram. M çıxılsın n qalır burada. M çıxılsın n-də 6 vermişik. 40 üstəgəlsin 2 vurulsun 6. Bu eləyir 40 üstəgəlsin 12. Bu da bərabərdir 52. Doğru cavab B variantı olacaq. 13-cü sualda. Bizdən x, y cəmini, x, y hasilini verib və x kubu üstəgəlsin y kubunu istəyir. Müxtəsər vurma düsturunun kublar cəmi düsturu ilə bağlı köməkçi düsturumuz var idi. X üstəgəlsin y kubu çıxılsın 3xy vurulsun x üstəgəlsin y. Burada x üstəgəlsin y cəmi 4-dür. 4-ün kubu x, y hasili isə 5-dir. 4-ün kubu 64-dür. 15 vur 4, 60. Bu da eləyir 4. Doğru cavab D variantı olacaq. 14-cü sual. Y çıx 4, kiçik bərabərdir 7. Bunu belə həll edirdik, yadımızdadırsa. Deməli, demişdik ki, modul kiçikdir olanda müəyyən bir ədəd aralığında olduğunu göstərir. Bir dəfə mənfi, bir dəfə müsbət nama nəzərə almaqla. Mənfi 7 üstəgəlsin 4, mənfi 4-ü hər tərəfə gətirirəm, yəni həm sağa, həm sola. 7 üstəgəlsin 4, mənfi deyə müsbət olur. Mənfi 3 kiçik bərabər y, kiçik bərabər 11. Ən böyük ədədimiz 11-dir. 11-in də 4 misli mənə neçə verir? 44. 15-ci sual. Torbada 4 ağ, 5 qırmızı və 7 sarı kürəcik var. Təsadüfən götürülən kürəciyin yaşıl olması. Uşaqlar, burada yaşıl kürəcik var? Yox. Yəni bu ehtimal yoxdursa, deməli ehtimalımız nəyə bərabərdir? 0-a. Ədədlər sırasının medianı. Medianı tapmaq üçün ədədlər sıra ilə düzməliyəm. 1, kiçikdən böyüyə. 4, 5, 6, 7. Daha doğrusu 5-dən 2 dənədir. 6, 7 və 8. Medianda kənarlardan eyni sayda ayırıb ortadakını götürürdük. Doğru cavab A variantı. Ədəd oxunda 3 ədədindən 8 vahid məsafədə olan ədədlərin cəmini istəyir. 8 vahid məsafə, 8 vahid sağ, 8 vahid soldur. Biri 11, biri də mənfi 5-dir. Bunların cəmini istəyir. Mənfi 5 üstəgəl 11, bu da eləyir 6. Doğru cavab B variantı. 320 ədədinin müxtəlif sadə vuruqlarının sayını tapın deyir. 320-ni bölü 2-yə 160. 160-ı bölü 2-yə 80. 80-i bölü 2-yə 40. 40-ı bölü 2-yə 20. 20-ni bölü 2-yə 10. 10-u bölü 2-yə 5. 5-də 5-ə 1. Müxtəlif sadə vuruq dedikdə 2-dən görün nə qədərdir. Amma müxtəlif dediyi üçün bir dənə 2 götürürük, bir dənə də 5. Deməli, neçə müxtəlif sadə vuruq var? 2 dənə. Palitonun qiyməti 180 manatdır. 20% endirimdən həmin palito neçə manata satılar? 180 manatın 20%-ni tapıram. Sıfırları silirəm, 18-i 2-yə vururam. Eləyir 36. 36 manat endirim edildi. 180-dən 36-nı çıxaram, cavab 144 eləyir. 144 manata satılarmış. 30 qram duzla 20 qram suyun qarışdırılmasına alınan məhlulun duzluq faizini deyir tapın. Maddəmiz neçədir? Maddəmiz nədir? 30 qram. Məhlul isə maddə ilə suyun qarışığıdır. Məhlulun duzluq faizini tapın deyirsə, maddə bölü məhlul vurulsun 100%-dir. 30 bölünsün 50, vurulsun 100. 100-ü 50-yə bölürəm 2, 30-u da 2-yə vururam 60. Doğru cavab C variantı. Deməli, 7-ci sinif sınavından bu qədər. Növbəti izahlarda görüşənə qədər.